10 ildən artıqdır ki, Şah İsmail və Səfəvi tarixini araşdırıram. Niyə? Niyə araşdırıram? Çünki bir Azərbaycanlı olaraq Şah İsmail barədə oxuyanda mənfi fikirlər yayılırdı. Bir 10 il bundan qabaq bilənlər bilirlər, Səfəvilərə qarşı kütləvi hücum vardı. Mən də bir Azərbaycanlı olaraq araşdırdım Şah İsmaili. Görün bu həqiqətənmi, yəni bu hərəkətləri eləyib, belə bir tarixi, mənfi bir obrazda Azərbaycan tarixində bütün bu iftiraların, böhtanların kökünü araşdırdım. Və hamısının sabun köpüyündən başqa bir şey olmadığını gördüm və dərk etdim ki, yəni Şah İsmail Azərbaycan tarixinin istinadıdır. Yəni bir Azərbaycanlı, bir Azərbaycan vətənpərvəri özünə vətənpərvər deyirsə, bu vətəni sevirsə, bu vətənin uğrunda can verməyə hazırdırsa, o mütləq Şah İsmail tanımalıdır.